Bismillahirrahmanirrahim. Euzu billahi mineşşeytanirracim. E'lemu ennemel hayatud dunya la'ibun ve lehvun ve zinetun ve tefahurun beynekum ve tekâthurun fil emval vel evlad kemetheli gaythin a'cebel kuffâre nebâtuh thumme yehîcu feterâhu musfarran thumme yekûnu hutâme ve fil âhireti azâbun şedîd ve mağfiretun minallâhi ve ridvan ve mel hayatud dunya illa meta'ul gurur. Sadakallahul aliyyul azim. Hadid suresi 20. ayet. Bu ayənin tərcüməsinə keçməmiş bir müqəddimə danışım. Müqəddimə deyim sizə. Yaşamaq niyə çətindir? Bizim dünyada problemlərimiz var. Bunu həll eləmək mümkündür ya yox? Bu ən mühüm sualdır. Və indi siz öz vicdanınızı aldatmasanız görürsünüz ki, yaşamaq hamı üçün çətindir. Yəni, ola bilər bir geniş imkanlı insan çətinliyi dadır, sonra özünü mütər ovundurur. Bundan parayla, keyflə. Amma ona da çətindir, görürsünüz də, imkanlıların da həyatı asan deyil. Yəni, onların ilə həyatının çətinliyi, ən azından onlar deyirlər çətindir də. Deyirlər çətin yaşayırıq. Yəni, baxmayın sosial şəbəkələrdə biraz fəxir filan eləyirlər, öyünürlər. Danışdırırsan deyirlər çətin yaşayırıq. Və adam da onlara sual vermək istəyir ki, sən ki pulun var, sən niyə çətin yaşayırsan? Məlum olur ki, adam, insan daxilən xoşbəxt olsa xoşbəxtdir. Daxilən xoşbəxt olmasa, hər nəydə olsa xoşbəxt deyil. Yəni, ən azından bu ki dəqiqdir, zəngin insanlar deyirlər, mən çətinlikdəyəm. Bu ki dəqiqdir, deyirlər, mən xoşbəxt deyiləm. İndi kimsə deyə bilər ki, əşi, nəyi xoşbəxt deyil, bilirsən nələri var onun? Mənə nə var, nələri var onun? Bu adam özünü xoşbəxt hesab edir ya etmir. Bu insan, bu imkanlı insan, vəzifəli insan, belə də dünya imkanları əlində olan insan özünü xoşbəxt hesab etmirsə, mən kənardan onu xoşbəxt hesab etsəm nə olacaq, etməsəm nə olacaq? Nə dəyişəcək onun ruhunda, əhval rüyəsində? Özünü xoşbəxt hesab edirsə, nə fərqi var? Onun pulu olsun, olmasın, imkanı olsun, olmasın və s. və ilə. Yaxşı, bu kütləvi bədbəxtlik, kütləvi depressiya, kütləvi stres, narahatçılıq, nigarançılıq. Niyə? Niyə insanlar xoşbəxt deyil? Niyə problemimiz var? Bu sualın cavabını iki sualla aydınlatmaq olar. Bir, sual. İnsanların eləsi olacaqmı ki, dünyada problemi olmasın? Nə vaxtsa belə bir insan olacaq ya olub? Bu mümkün deyil. Bu mümkün deyil. Çünki Allah Taala dünyanı toqquşma aləmi olaraq yaradıb. Toqquşma, cəbəlləşmə, davadalaş. Toqquşma aləmində problemi olmamaq ağlasığan söz deyil. Dünyada kiminsə problemi olmasın, belə bir adam var, insan var, mümkün deyil. Mümkün deyil. Bəs yaxşı, sualı belə qoysaq necə? Dünya ilə problemi olmayan adam. Ha, bu ola bilər. Bir insanın dünya ilə problemi olmasın. Ola bilər dünyada problemi var. Amma bunun dünya ilə problemi yoxdur. O hansı halda baş verir? O, insanın dünyaya doğru yanaştığı halda baş verir. Reallığı qəbul etdiyi halda baş verir.
İnsan fikirləşsə ki, mənim həyatımın bütün incəlikləri nəzarətdədir. Diqqət edin bu sözə. Mənim həyatımın bütün incəlikləri hesab kitaba vurulur. Bunu qoy mən biraz açım sizin üçün. Özüm üçün də, sizin üçün də. Stəkanı götürürəm çay içməyə, o da. Stəkanı yerinə qoyuram, o da. Bərbərə gedirəm, o da. Avtomobil sürürəm, o da. Gedirəm hovuza, o da. Hovuzdan çıxıram, o da. Pomidor alıram, o da. Hər şey, hər şey. Uşağa nəvaziş eləyirəm, hesab kitaba vurulur. Acıqlıyam, hesab kitaba vurulur. Birinə məhəbbət göstərirəm, hesab kitaba vurulur. Birinə qəzəblənirəm, hesab kitaba vurulur. Yeməyin duzun az elədim, çox elədim, hansı niyyətlə elədim. Hamısı qardaşlar, baxın, istisnasız. Bizə belə gəlir ki, bu qədər də yoxdur, Allahın işi gücü qutarır. Allahın işi gücü nədir? Allahın işi gücü budur da. Allahın işi bizim idarəçiliyimizdir. Bizi idarə etməkdir. Biz ya şuuraltı, ya özümüzü aldadıraq, ya nə üçünsə elə fikirləşməyi xoşlayırıq ki, indi məsələn buradan çıxıb gedəcəm, maşının qapısını açacam, minəcəm, bu hesab kitab olunmur. Olunur. Hər şey vurulur tərəziyə, mizana. Hər şey nəzarətdədir. Şeytan bizi burada aldadır. Bilə-bilə ki, biz nəzarətdəyik. Diqqət edin, biz bilə-bilə ki, nəzarətdəyik, özümüzü elə aparırıq, göyə nəzarətdə deyilik. Bilə-bilə ki, hər an nəzarətdəyik, özümüzü elə aparırıq, göyə nəzarətdə deyilik. Sən bir hovuzda çimirsən, dənizdir, hovuzda hər nədir. İstəyirsən biləsən, suyun altında nə qədər qala bilirsən. Batırsan suyun altına. 1, 2, 3, 4, 10 saniyə. Görürsən ki, rahatsan da boğulursan, nəfəsin azalır, çıxırsan sudan. Elə həminsən, yüngülvari dostlar arasında bir yarış olsun, bir nəfər saniyə ölçəni tutsun. 10 saniyə mi qalacaqsın suyun altında? Yox. Niyə? Çünki bir nəfər hesab kitaba vurur. Bir nəfər nəzarət eləyir. Bizim həyatımızın bütün sahələri belə olanda biz uğurlu insan olacaq. Ən azından əksər sahələri. Ən azından yarısı. Ki vurur hesab kitaba. Namaza durursan, əsnəməyin gəlir, yuxun gəlir, narahatsan, halsızsan. Biraz 1 dəqiqə, 2 dəqiqə fikirləş, ki, bax, bu saat Allah Teala işini gücünü atıb mənimlə məşğuldur. Görün bu namazda necə danışacaq mənimlə. Mələklərə tapşırıb baxın görün bu nə eləyir. 5 dəqiqə mənimlə söhbət eləyəcək, onda da mı dünyanı fikirləşəcək başqa şeyləri? Bunu insan əvvəlcə ölçüb, bitsin, özünü hazırlasın, daxil olsun namaza, fərqli olacaq. Ola bilər yenə də halsız olsun, amma bayaqki halsızlıq da eyni olmayacaq. Necə ki, məsələn, adi halda 10 saniyə suyun altında qalırdı. Həmin ciyərdir, həmin nəfəsdir, həmin potensialdır. Amma biri nəzarət eləyirsə, biri saniyə ölçəni tutub əlində, 1, 2, sayır axı biri. Onda heç olmasa 3-4 saniyə çox eləyir. 13 saniyə, 15 saniyə olur. İnsan həyatının bütün sahələrini o hala qoysa, başlayacaq uğur qazanmağa. Şeytan da var qüvvəsini sərf eləyir. Məsələn, görsən bir nəfər başlayır, mən söhbəti belə götürmüşəm, deyəsən aya qalacaq kənarda, qalacaq gələndə. Bir nəfər belə görsən başlayır ki, Mircəfər bu söhbəti elədi, gələn dəfədən mən sabahdan başlayıram, özümə nəzarət eləməyə başlayıram. Bir hadisədə başlayır, eləyir, deyir, şükür Allah, 70% nəzarət elədim. İkinci hadisədə 75%, üçüncüdə 65-ə düşdü, dördüncü 45, beşinci 30, altıncı əsəbləşir eləyir, altıncı hadisədə 80 eləyir, yedinci hadisədə olur 20, 15, axırda deyir ki, nə qədər deyir. O artıq iblisin növbəti zərbəsidir, orada sən uduzdun. Bilirsiniz bu nəyə bənzəyir? Elə bil ki, mən sənə deyirəm ki, nə desəm A hərfi ilə cavab ver.
Adının adı tutarım Adil. Harda yaşayırsan Azərbaycanda. Kimə inanırsan Allaha. Görürəm axı bunu saxlaya bilmirəm. Hər şeyə aynen cavab verir. Nə iş görürsən alıvericiyəm məsələn. Görsən bir dənə sual verirəm, deyirəm ki, məsələn də tutalım. Deyirəm ki, Seyid Lazım ağa haralıdır? Qalırsan belə ki, bilmirsən ağa Ağcabəddən deyirsən ki, bu sual bizim, bu ilə başladı. Yox, mən demək istəyirdim, mənə də o lazım idi. Mənə də səni çaşdırmaq lazım idi. İblis görür ki, nə qədər əlləşirəm, bu nəzarətdən çıxmır. Hadisələri çoxaldır, dəxli olmayan insanlara deyirsən, buradan gedən o bu söz deyən, o buraya gəlib, uşaq bir söz desin, arvad bir söz desin, ər bir söz desin, qonşu bir söz desin. Aylarla zəng elə bir qardaş zəng edir ki, filan olasan, niyə mənə zəng eləmiş? Bu niyə söyür məni? Görsən, yersiz bir dənə yolda saxladılar bunu, cərimə elədilər falan. Şeytan buradan girir ki, bu nəzarəti itirsin. Biz o etaplarda, Allah bizə lütf edəsə, biz o etaplarda vəziyyətdən çıxa bilsək, davamı asanlaşacaq. Çünki şeytanın limiti var, şeytan intihasız deyil. Hilələrinin limiti var, sərhəddi var. Burada dayanır. Bizə belə təlqin eləyir ki, sən ömrünün sonuna qədər nəzarət edəsən, mən beləyəm. Bunu təlqin eləməklə, təlqinin gücü az deyil, əzizlər. Alimlər deyirlər, sən bir ağac, dayan ağacın yanında hər gün, gəl denən ki, bu ağac bu il bar verməyəcək, çıx get. Hər gün gəl bunu denən, həmin il o ağac bar verməyəcək. Dayan bir çiçəyin yanında denən ki, bu bir dənə ətirli gül olsun, hər gün gəl denən. Sən nə gözəl çiçəksən, sən necə göz oxşuyursan, ətrin adamı məst edir, gör necə ətirli gül olacaq. Hər şey belədir. İndi siz deyirsiniz ki, necə ola bilər bu? Ona görə bunu deyirsiniz ki, siz ağacı filanı cansız hesab edirsiniz. Amma ağacın içindəki o elementlər nədir? Canlıdır, cansızdır. Hamısı canlıdır, hamısı varlıqdır, hamısı böcəklər filanlardır da, molekulyatlar, hamısı canlıdır, cansızdır. Canlıdır da. Onların da eşitməsi var, onlar da bəndədirlər, məxluqdurlar. Belədir, təlqinin gücü çoxdur. Bir dəfə əsəbləşəndə, çox əsəbləşəndə, ölümcül əsəbləşəndə, ağlaya da olsa, öz iradənizi möhkəm yığın, qəhqəhi ilə gülün. Növbəti əsəb gələcək sizə. Bilirsiniz hansı əsəb olacaq o? Əsəbləşibsən möhkəm, deyirsən ki, Mir Cəfərin sözünü, mənim sözüm deyildir, alimlərin sözüdür, yoxlamaq istəyirəm. Əsəbin kulminasiya nöqtəsində qəhqəhi ilə gülürsən. Növbəti əsəb bilirsən nə olacaq? Mənim əsəbim niyə soyur? Yalandan gülüş adamın əsəbini soyudur. Bir dəfə yoxlayın. Görürsünüz, içimizdə o alovlanma var idi, qısılma var idi, əzələlərdən dayanıb əsəbləşəcəksən ki, bu niyə belə azaldı? Yəni sənə sübut eləyir ki, bu təlqin, özünü təlqin səni xoşbəxt eləyə bilər, bədbəxt eləyə bilər. Alimlərdən biri çox gözəl söz dedi. Dedi ki, səhv eləməsəm psixoloqdur bunu deyən, deyir ki, insanların hadisələrə baxışı hadisələrdən daha çox əhəmiyyətlidir. İnsanların hadisələrə baxışı hadisələrdən daha çox əhəmiyyətlidir. İndi gəldik mövzumuzun üstünə. Elə insan o zaman dünyada başlayacaq xoşbəxt olmağa, dərhal xoşbəxt olmayacaq. Dərhal heç nə düzəlmir. O zaman başlayacaq xoşbəxt olmağa ki, dünyaya baxışı dəyişsin. İndi dünyaya nə baxır? Pul yoxdur. Kasıbçılıqdır. Müştəri yoxdur. Qazanc yoxdur. Plan qaldı. Uşaqlar istədiyini ala bilmir. Filan bəsməkə. Adam ürəyi partlayır. Amma həmin insan Allaha imanını gücləndirib belə baxsın hadisəyə. Bu dəfə də Allah buradan sınağa çəkir məni.
İstəyir bu dəfə ailə yanında xəcalətli qalım. İlahi, əlimdən gələni eləyəcəm, amma dayı, sən istəyirsən olsun da nətər edilmə. Evdəkiləri sakitləşdir, uşaqları sakitləşdir. Müvəqqətidir, onsuz da əsəb, qəzəb, danlaq hamısı müvəqqətidir. 5 dəqiqə, 5 saatdan sonra, 5 gündən sonra sakitləşəcək. Baxış hər şeyi dəyişir. Baxış. Varlısan, küllü miqdarda pul gəlib sənə. 2 cür baxış var. 1, şükür Allaha, gedib şükür səzdəsi eləyir. Vəssalam. Kef eləyəcəm. Hər şey düzələcək. Əla. İkinci baxış. Allah ki bu pulu mənə göndərib, məndən tələbi nədir? Niyə mənə göndərib? Nə istəyir? Gör, nə qədər dəyişir vəziyyət. Xəstəlik gəlib. İlahi, indi mən bu xəstəlik gəldi, kim gedəcək taksi sürməyə, kim gedəcək restorana, kim gedəcək mollalığa, nətər olacaq, necə olacaq, uşaqlar filan, ay, qış günü sıxıldın, partladın. İkincisi də budur. Xəstəlik gəlib. Allah görmür xəstəlik gəlib. Görmür mən işləməliyəm. Pisliyimi istəyir. Mən gedəcəm doktora, həkimə, əlimdən gələni eləyəcəm, amma olmursa mənə bir xeyir vermək istəyir, ya zərər vermək istəyir. Şeytan onu təlqin edirkən, nə xeyir, xəstəlikdən kim xeyir görüb? Ağıl deyir ki, səbirli ol. Allah için bilmək olmaz. Bugünə qədər sənə pul yetirirdi, sağlamlıq yetirirdi. Niyə yetirirdi? Heç onda soruşmurdun niyə? İndi niyə yetirmir? Burada şeytan adama təlqin edir ki, qırılıb. Allahlıq deyil. Allah kəsib əlaqəni. Yo, burada mikrobdur. Qardaş, hər nə olur, olsun Allaha dəxli var. Bu dünyada nə varsa Allaha dəxli var. Günahı necə eləməyin forması da Allaha da aiddir. İmam Baqir Aleyhisselam buyurur, günah eləyəndən sonra təəssüflənmirsənsə qorx, təhlükə var. Təəssüflənirsənsə, peşman olursansa hələ ümid var. Günahın tərzində də Allahın işi var. Tövbə döngələri çıxardır sənə həyatında. Burada da Allahın işi var. Qərəz, həyata baxış. Bir var, dünyada problem olmasın, bu mümkün değil. Bu mümkün değil. Ola bilər kimsə daim uğurlu görünmək üçün sənə deyir ki, mənim problemim yoxdur. Ola bilər. Ola bilər kiminsə hələ Allah Teala sınağa hazırlıq dövrü kimi onun üçün boşluq buraxıb ki, sınaq gələcək birazdan, qoy biraz istirahət eləsin. O dövrünə düşüb, deyir mən xoşbəxtəm. Ola bilər. Amma heç kəsin belə bir həyatı ola bilməz ki, problemsiz olsun. Dünyada problemsiz olmaq mümkündür, xeyr. Bəs dünya ilə problemsiz olmaq mümkündür, bəli. Nə zaman? Baxışını dəyişirsən. Görək Allah Teala hansı baxışı bizə təlqin eləyir. Buyurur, İ'ləmu, Hədid surəsi 20-ci ayə. İ'ləmu ərəb dilində, yəni bilin, agah olun. Allah bu ayəni zaten bilməyimiz üçün göndərməyib. Onsuz da bilməyimiz üçün göndərib, düzdür ya yox. Niyə deyil bilin? Güya o bilin sözünü deməsəydi, agah olun sözünü deməsəydi, biz elə bilirdik ki, bilməyimiz üçün göndərmir, bilməməyimiz üçün göndərir. Biz bilirik bu ayəni, bu sözləri bizə göndərir ki, biz bilək. Niyə deyir bilin, agah olun? Yəni, silkəli özüvü, tərpən biraz hərəkətə gəl, ayıl, diqqətli ol, yığışdır özüvü, diqqətini cəlb elə söz deyirəm, Allah buyurur. Sözüm var sənə, yatma. İ'ləmu ennəməl həyatud dünya. Dünya həyatının mahiyyəti nədir deyirəm sizə. Dünyanı kim yaradır? Mən.
bu cür ki indi izah eləyəcəm, dünyanı kim bu cür eləyib mən? Sizi kim yaradıb mən? Sizlə dünya arasındakı münasibətlərin tənzimlənməsini kim tələb eləyir mən? Mən sizə deyirəm dünyanın mahiyyətini. Əgər mən deyən kimi dünyaya baxmasaz, real baxmasaz, mənim tərəfimi saxlamasaz, nəfsinizin tərəfini saxlasaz, o həyatınızın mahiyyətini deyim sizə. Lə'ibun. Lə'ibun. Ərəb dilində, qardaşlar, lə'ibun deməli oyunlamaqda oyun. Futbol oyunu, domino, xalabacı oyunu, evci oyunu, 7 şüşə, çili yağac, hil, nə bilim, qaçdı tutdu, gizlən qaç. Buna deyilir ərəb dilində lə'ib. Oyun. Allah buyurur, dünya həyatı. Yəni bizim burada oturmağımız, əgər Allah deyən eləməsək, gedib işləməyimiz, əgər Allah deyən kimi olmasa, təbliğatımız, əgər Allah deyən kimi olmasa, əgər şərti ilə, Allahı nəzərə almasaq, bu dünyanın mahiyyəti nədir? Oyun. Sadəcə uşaq vaxtı deyirdim ki, buradan bura qədər mənim, buradan bura qədər sən, bu tərəfi keçmə. Belə oynuyordum. İndi böyümüşəm, deyirəm, bu sotlu kvadratura mənim, o kvadratura sənin, buradan bu tərəfi keçmə. Oyun. Uşaq vaxtı mənim oyuncaq maşınımı kim getirib? Böyüyürsən, desən, mənim maşınımı kim cızıb? Oyun. Dünyanın mahiyyəti oyun. Oyunun xasiyyəti nədir? Oyunun xasiyyəti, qardaşlar, indi ləzzətin filan öz yerində. Zaten ləzzətli olmasa sınaq olmaz ki. Hə? Oyunun ləzzəti olmasa sınaq olmaz ki. Uşaqlıqda yadınıza salın oynadığınız vaxtları. Nə vaxt evə gəlirdiniz? Ağlınız qəbul eləyəndə ki, evə etmək lazımdır, ya yorulanda? Yorulanda. Oyunun xasiyyəti budur. Adamı yorar. Görsən 40-50 yaşı var deyir. Elə yorulmuşam yaşamaqdan. Yaşamaqdan yorulmamışsan, nə oynamaqdan yorulursan. 40 ildə oynayırsan, 50 ildə oynayırsan, eyni oyunları təkrar edirsən. Səhər oynayırsan, deyirsən ki, ay Allah, yenə də gedirəm işə. Yəni, yenə də həmin oyundur. Başqa oyun yoxdur, oynayım. Sən işə Allahın nəzarətində olan bir məşq prosesi, bir sınaq mərhələsi, bir level hesab eləsən, niyə yorulasan? Məqsədin var axı. Bu aşamanı aşmalısan. Bu mərhələni keçməlisən, bu etabı keçməlisən. Niyə yorulasan? Yorulsan da yorulmayacaqsan ki, mən buradan keçməliyəm. Mən bu yorğunluğu canımdan çıxarmalıyam. Mən tənbəlliyi kökün kəsməliyəm. Amma elə baxmasan, dünya adamı yorur. Niyə? Çünki oyundur. Oyun uşağı yorar. Sən ged axşama kimi futbol oyna, meydança yorulacaq, ya sən yorulacaqsan. Sən yorulacaqsan. Meydançaya nə var? Deyəcək, o biri komanda gəlsin. İndi o biri gəlsin. İndi o biri gəlsin. Dünya da belədir. Deyə bunu yordum, yola saldım, get cəhənnəmə, o birini göndər, bu da yoruldu, o birini göndər. Mən buradayam. Mən qulluğunuzdayam. Allahın bu sözündə düz ya yalan olduğunu üzə çıxartmaq üçün sınamaq doğru deyil. Ömrümüzə elə bir vəziyyət verməyiblər ki, adam 40-50 il yaşasın, sınasın ki, Allah düz deyir ya yox. Başa düşdüm, hə, oyun imiş, indi başlayıram. O enerji yoxdur. Hərçənd ki, Allah Teala lütf eləyir, tövbə adlı bir indi başlamanı da qoyur ortalığa. Allah Teala lütf eləyir, indi başlamanı qoyur ortalığa. Amma asan deyil. İndi başlamaq, yenidən başlamaq asan deyil. Hürr əleyhissalamı yadınıza salın. Buradan baxırıq, Aşura tarixinə deyirik ki, bəli, Hürr əleyhissalam əvvəlcə İbn Ziyada əmir deyirdi, komandir deyirdi.
Yezidə əmirəl-möminin, möminlərin əmiri deyirdi. 1000 nəfərlik ordu ilə gəldi, İmam Hüseyin İslamın qarşısını kəsdi. Sonra Aşura günü tövbə elədi, şəhid oldu, Allah rəhmət eləsin. Belə deyil. Belə deyil, heç belə deyil əzizlər. Hürr əleyhissalam 1000 nəfərlik ordunun komandiri idi. 1. Kufənin ən məşhur sərkərdələrindən idi. Və bu nüfuz var idi onda. Gələndə deyirdilər, hür gəlir. Durun ayağa. 2. Tək ora-bura gedəndə yox, məscidə də gedəndə. Dindarlar da, səhabilər də, Hürr ibn Yezid gəlir, durun ayağa. 3. Ailə başçısıydı. Ailəsi illər idi. Bəlkə də bu imtiyazdan yaşayırdı ki, arvadı deyirdi, mənim ərim İbn Ziyadın sərkərdəsi deyə, balaca vəzifədə deyil. Maşının nömrəsinə bax. Mindiyə ata bax, qılıncı, filan kəs buna qılınc verir. 4. Oğlu fəxr edir ki, atam dayanıb arxamda dağ kimi. Küçədə hamı mənə hörmət edir, hamı çəkinir məndən. Sayın belə 5, 6, 7, 8. Hürr əleyhissalam bunları baltaladı. Baltaladı. Tövbə bilirsiniz nə deməkdir? Mən də bilmirəm, amma oxuduqlarımdan deyirəm. İndi bax oturmuşuq burada. Mən də oturmuşam, siz də oturmuşsunuz. Rahat-rahat söhbətimizi edirik, əlhəmdülillah. Yerimiz rahat, isti. Axşama kimi işləmişik, əzələlərimiz indi biraz istirahətə meyillidir. Biraz da xumarlanmışıq, məsələn, əsniyirik, filan edirik, söhbətə qulaq asırıq. Belə də, yəni çaydanatdan içirik. Birdən zəlzələ olsa burada, hamıda adrenalin yaranacaq, hamı dəyişəcək. Tövbə zəlzələdir. Onda nə əzələ ağız yada düşəcək, nə yuxulamaq yada düşəcək. Şok effekti olacaq da. Tövbə odur. O zəlzələ olmayınca tövbə deyil. Xırda titrəşmələrdə keçib gedər. O ayıltmaz bizi. O xırdalar bizi ayıltmaz. Hürr əleyhissalamda zəlzələ oldu. Zəlzələ oldu. O çox çətin məsələdir. Çox asan deyil o. Qur'an-ı Kərimdən də bunun sübutu var. Həmişə mən deyirəm, Musa əleyhissalamın əleyhinə gələn cadugərlər. Onlar heç müsəlman deyildilər, dindar deyildilər, tövhid əhli deyildilər. Biri var adam bütpərəst olar, bir də var bütpərəstin cadugəri olar. Yəni bütpərəstliyi müdafiə eləmək üçün gəlib Firona ki, mən sənin qoşunumun önündə gedənəm. Mən bu Peyğəmbər adlananı məğlub eləyəcəm. Mən bunun dini məhv eləyəcəm. Mən bunun Allah'ı rüsva eləyəcəm, sən deyən olacaq. Birdən zəlzələ gəlir bunlara. Elmi zəlzələ ki, bu cadu deyil artıq. Bu möcüzə göstərir. Və bu möcüzəni buna verən var. Rəbbül aləmin var. Və gedəsən səzdəyə, bilə-bilə ki, bu saat Firon səni tikə-tikə doğrayacaq. Asan deyil. Oyun səni yorub, 50-60 ildir dünya oyunu səni yorub. Sənə nə qədər desinlər, tövbə, tövbə, gəl dur ayağa da, evi yoxdur, yorulmuşsan dur ayağa, mənim heyim yoxdur. Amma birdən elə bir zəlzələ gəlir ki, görürsən ki, durmasan ev uçacaq başına. Görürsən ki, bu imansızlıq binası ki, tikmisən illərdir, bu saat buna bir zəlzələ gəlib uçacaq başına, uzaqlaş bundan. Ged iman binasına, istehkama ged. La ilahe illallah qalasına daxil ol. Ləib, dünya oyunda adamı yorur. Əleyhisselam ki buyurur, günah etməmək. Günah etməmək. Rast gəlsən günaha, onu eləmə. Günahları eləmə, yəni 1-i, 2-si, 3-ü, 4-ü, 5-i, 100-ü, milyardı onları eləməmək. Eləyib sonra tövbə etməkdən çox asandır. Bunun əksi nədir? Yəni, tövbə çox çətindir. Yəni, indi sən günah eləməsən ruhunda cansıxıcılıq yaranacaq, ha?
Kendinin ləzzəti yoxdur da gündəlik komfort həyatım getdi. Onu eşitmə, onu demə, onu yemə, onu içmə, ona baxma, ora getmə, oradan gəl. Nə oldu bu? Bu nə oldu bu var ha? Deyir, tövbə eləyəndə bunun 5 qat ağrı dəyəcəksən. Sən yaxşı budur, bu can sıxıcılığa döz. Allahın zarafatı yoxdur. İnşallah davamı gələn dəfə. Vəssalamu aleykum və rəhmətullah.